səhər yeməyi bir çox insanlarda saat olaraq yanlış anlaşılır, amma mütləq şəkildə onun yarısı, ondan sonra az bir miqdarda da qidanın qəbulu vacibdir. Salam, hər vaxtınız xeyir olsun. Əziz dinləyicilər, Azərbaycanın ilk elmi maarifləndirici radiosu Planet FM eşidirsiniz 88.7 FM dalğasında və hal-hazırda bilmirəm bizi hardan dinləyirsiniz, ola bilər avtomobildən daha çox, ola bilər ofisdən, ola bilər nahar fasiləsindən, hər şey ola bilər və bugün biz sizinlə hamı üçün aktual olan bir məsələyə toxunmaq qərarına gəldik. Sağlam qidalanmadan danışmaq istədik. Çünki heç kimə sir deyil ki, son vaxtlar sağlam qidalanma, ekoloji təmiz qidalar çox populyar danışılan mövzulardandır. Ümumiyyətlə ekologiya çox danışılan mövzudur. Bunu qeyd etmək lazımdır və elə bu baxımdan da sağlam qidalanma, ekoloji baxımdan təbii qidalar heç bir əlavə olmadan, heç bir xüsusi nəsə bir dad əlavələndiricisi və yaxud da qida əlavəsi olmadan hazırlanan qidalar xüsusilə qiymətlidir, dəyərlidir. Hətta Hollywood ulduzları belə bunu təşviq edirlər. Hərəsi öz həyatyanı sahəsində bir təbii, orqanik, belə demək dərdədir, meyvə və tərəvəz yetişdirib, bunu reklam etməklə məşğuldur. Hətta Meghan Markle da bu işlə məşğul olur. Bir sözlə, sağlam qidalanma məsələləri, ekoloji təmiz qidalar məsələsi aktualdır. Elə buna görə də sizinlə qida vərdişlərimizdən danışmaq istəyirik bugün və bu məqsədlə də studiyamıza maraqlı bir mütəxəssis dəvət etmişik. Bu mövzuda bizi maarifləndirəcək, doğru bildiyimiz yanlışlara aydınlıq gətirəcək bir qonağım var bugün. Sağlam qidalanma mütəxəssisi, həm də ekofəal olan Məhsət xanım Hüseynova bugün zaman maşınında mənimlə həmsöhbət olacaq. Xoş gəlmisiniz Məhsət xanım, necəsiz? Salam, xoş gördük. Çox sağ olun. Siz necəsiz? Mən də yaxşıyam, əlayım. Xüsusən sağlam qidalanmadan söhbət gedirsə, özümü daha da yaxşı hiss edirəm və elə onunla da başlamaq istəyirəm ki, görəsən sağlam qidalanma nədir? İstəyirəm dinləyicilərimizi bu barədə belə kiçik maarifləndirməklə başlayaq söhbətimizə. Sağlam qidalanma deyəndə təkcə pəhriz nəzərdə tutulur, yoxsa bu tamam fərqli anlayışlardır? Təşəkkür edirəm dəvətinizə görə, həm də aktual mövzunu işıqlandırdığınıza görə. Elə öncəliklə ondan başlayaq ki, pəhriz, diyeta xəstə insanlar üçün və yaxud da hər hansı bir qida toleransı olan insanlar üçün tətbiq olunan qida vərdişidir. Sağlam insanlar üçün sağlam qidalanma tətbiq olunmalıdır ki, bu da artıq pəhriz, diyet deyil. Sadəcə olaraq hər bir insanın yaşına görə, cinsinə görə, gündəlik fiziki aktivliyinə görə, yaşadığı coğrafi mövqeyə görə, hansı fəsildədir ona görə gündəlik qidalanma vərdişi olmalıdır və bu heç də hamıya eyni şamil olunmur və mütləq şəkildə biz sağlam qidalanmadan danışırıqsa, əgər keyfiyyətli, mənşəyi bilinən sağlam qidadırsa, burada miqdar da önəmlidir və onu hansı vaxtda yeməliyik, bunlar da önəmlidir. Ona görə biraz geniş anlayışdır, amma ümumi olaraq bu saydığım faktorlara diqqət olunsa, sağlam qidalanma heç də çətin deyil. Əksinə insanı daha da həvəsli, daha motivasiyalı, pozitiv ruhlu, həyat eşqi yüksək şəkildə həyatını yaşamağa təşviq edir. Yaxşı, nədir bəs onda sağlam qidalanma? Belə deyək ki, bir insan əgər gündəlik öz həyati funksiyalarını yerinə yetirə bilmək üçün və xüsusilə də gündəlik işlərini görə bilmək üçün, sağlamlığına zərər vurmamaq üçün təxminən 70-ə qədər makro və mikro elementlərə ehtiyac duyur. Nədir bunlar? Karbohidratlar, yağlar, zülallar, vitamin, minerallar və eyni zamanda da bəzi elementlər var ki, bu elementlər mütləq şəkildə gündəlik ən az faiz də olsa biz orqanizmimizə daxil etməliyik və bütün bunları biz qidalar vasitəsilə almalıyıq. Sağlam insandan söhbət gedirsə, qidalarımızı çox çeşidli, təbii, mövsümi meyvə tərəvəzlərlə qəbul etsək, eləcə də qəbul etdiyimiz bişirilmiş qidaları mənşəyi bəlli olan doğru şəkildə bişirib qəbul etsək, bu artıq sağlam qidalanmadır. Və 20-25 yaşa qədər insan daim inkişafda olduğuna görə, o daha çox qidaya, enerjiyə ehtiyac duyduğuna görə gün ərzində 3 əsas yemək qəbul etməlidirsə, 30 yaşdan yuxarı artıq maddələr mübadiləsinin sürəti zəiflədiyindən gün ərzində 2 dəfə əsas qida qəbul etsə, təbii ki, bu ən normalı və düzgün olanı hesab olunur. Sağlam qidalanma vərdişləri də fərqlidir. Yəqin Məhsət xanım, insanların yaşadığı coğrafi regionlara görə. Məsələn, biz Cənubi Amerikada yaşayan kiminləsə, Asiyada yaşayan kiminsə sağlam qidalanma vərdişləri deyəndə məlumdur ki, oradakı, nə bilim, hətta torpaqdakı mikroelementlər belə qidanın keyfiyyətinə təsir göstərir. Və yaxud da məsələn, son 10 ilə qədər hətta avokado bu qədər yox idi da bizim həyatımızda. İndi isə yəni hamı avokadolu tost yeyir. Bəlkə də burada sosial şəbəkələrin də rolu var. Məsələn, mən
avokadonu sevmirəm. İndi vacib deyil ki, mən avokado yeyim və avokado sevmirəmsə, bu o demək deyil ki, mən sağlam qidalanmıram. Avokadonu əvəz edəcək, onun tərkibindəki mineralları, Bəli. nə bilim, faydalı xüsusiyyətləri əvəz edəcək. Bəlkə bizim öz coğrafiyamıza xas Bəli. olan bir bitki var ki, bizim ondan xəbərimiz yoxdur. Yoxsa mütləq hamı avokado yeməlidirmi? Tamamilə haqlısınız və çox vacib bir məqama vurğuladınız. Çünki bu gün əksər hallarda insanlar çəki vermək üçün, çəki almaq üçün bəzən diyetoloqlara üst tuturlar, bəzən mənşəyi bəlli olmayan sosial şəbəkələrdən və yaxud da müəyyən informasiya vasitələrindən məlumatlar əldə edirlər ki, dediyiniz kimi biri Cənubi Amerikada filan qidanı qəbul edib artıq neçə yaş cavanlaşıb və yaxud da ki, artıq tez bir zamanda çəki verib. Qətiyyən belə məlumatlara inanmasınlar. Çünki hər yerdə sağlamlıq və dediyiniz kimi insan sağlam olmaq istəyirsə öz yaşadığı radiusda yerdən 400 kilometr radiusda yetişən meyvə tərəvəzi və heyvan mənşəli qidanı qəbul etsə, bu zaman daha asanlıqla həzm edəcək. Eyni zamanda da asanlıqla onun tərkibindəki faydalı elementlərdən yararlanacaq. Və necə ki bir çox insanlar bəzən deyirlər ki, bugün ən geniş yayılan mən Aralıq dəniz diyetini tuturam və ona sual verirəm ilk olaraq ki, Aralıq dənizinin sahilindəmi yaşayırsan, niyə onu tutursan? Çünki biz təbii ki Qafqaz dağları və bizim iqlimimiz fərqli, bizim sərt qışımız var, küləkli qışımız var. Eləcə də bu soyuğa davam gətirəcək bizim milli mətbəximiz var ki, onlardan istifadə etməliyik. Və dediyiniz avokadoya toxunmaq istərdim ki, bəzən də insanları çətinə salaraq sağlam qidadan deyərdim ki, iyrəndirirlər bir növ ki, məsələn, tutaq ki, yazır mütləq səhər avokadodan və yaxud da brokkolidən filan xarici tərəvəzlərdən əl çatan olmayan qida məhsullarından salat hazırlayın və istər-istəməz artıq onu yemədən belə insan yorulur. Mən bunu hardan tapacam və yaxud gedib hardan alacam, onu hazırlamaq necədir, bəlkə onun dadını sevmirəm və bu məqamlar insanlarda sağlam qidalanmaya qarşı bir ikrah hissi yaradır. Ancaq sağlam qidalanma dediyimiz kimi bizim ömür boyu davam etdirə biləcəyimiz, hər zaman əlimiz çata biləcək və xüsusilə də 8 yaşa qədər analarımız, nənələrimiz bağçada, məktəbdə hansı qidaları qəbul etmişiksə, mən təbii ki, keyfiyyətli qidadan deyirəm, bu qidaları biz daima rasionumuzda saxlamalıyıq. Avokadonun tərkibində tutaq ki, doymamış yağ turşuları var ki, biz bunu çox gözəl qeyd etdiniz, qozun tərkibindən də ala bilərik, badamın tərkibindən də ala bilərik və yaxud da ki, elə bizim özümüzün dəniz məhsullarımız, balıqlarımız var ki, bunlardan da qəbul edərək ala bilərik. Yəni, niyə çətinliyə salaq? Amma tutaq ki, fərqli dadları sınamaq istəyən insanlar üçün avokadolu tost da yeyə bilərlər və yaxud da ki, qidalanmada dəyişiklik etmək üçün digər qidalara da üstünlük verə bilərlər. Amma özlərini diyeta üçün və yaxud sağlam qidalanma üçün çətinə salmamalıdır. Bəli, əgər siz səhərlərinizi avokado və qızıl balıq tostlu səhər yeməyini açırsınızsa, onda lap yaxşı nuş olsun sizə. Amma məsələn, mən səhər qaynadılmış yumurta yemək istəyirəmsə, nə bilim, motal pendiri ilə. Bu da mənim qida vərdişimdə. İndi mən özümü dəbli göstərib gedib avokado və qızıl balıqlı, yəni tost yeyə bilmərəm də. Çünki bu mənim ağız dadıma uyğun deyil. Bəli. Yəni hər şeydən əvvəl ağız dadıma uyğun deyil və mən belə hesab edirəm ki, insan ən azından yeməkdən zövq almalıdır da. Əgər hər hansı bir, həm də indi dəbdə olan ikinci məsələ də var da, superfoodlar. Bəli. Nəm chia toxumları, falan kətan toxumu və s. və axır. Elə avokado da o superfoodlardan biridir. Lap superfood olmasın, super puper food olsun. Yəni super qida olsun. Əgər o mənim ağız dadıma uyğun deyilsə, mən niyə özümü vadar edib hər qida qəbulunu belə ikrah hissi ilə etməliyəm ki, nə vardan var ki, bu dəbdədir və yaxud da bu mənim orqanizmimə müsbət təsir göstərəcək ki, bu da elə şübhə altındadır. Tamamilə haqlısınız. Çünki qida biz xüsusilə də dünyada bir çox ölkələrdə və eləcə də bizim ölkədə də qida bizim üçün bəzən əyləncə zamanı da gəlin dostlarımızla görüşürüksə bir naharda Gedək bir yerdə oturaq. Bəli, bir yerdə oturaq. Deyəndə məhz yemək Və yemək yaxud nəzərdə da tutulur. ad günüdür, toy məclisləridir, önəmli günlərimizin hamısını qida ilə birlikdə qeyd edirik və biz bu qidadan zövq almalıyıq. Həm onu yeyərkən, həm hazırlayarkən və bütün bu məqamlarda o bizim stres faktorumuzu azaltmağa xidmət etməlidir və bütün qidaların tərkibindəki o faydalı elementlər ilk öncə qeyd etdiyim kimi miqdarına qədər hər biri insan orqanizmində müəyyən funksiyaları var. Və dediyiniz chia toxumu ilə bağlı bir məqamı qeyd etmək istəyəcəm ki, yenə son zamanların dəbli və superfood qidalar sırasına girib, ancaq görək ondan doğru istifadə edirlərmi? Tutaq ki, chia toxumundan biri deyir ki, istifadə edirəm. Ona ilk sual olur, nə üçün istifadə edirsən?
Dəbdir və yaxud hamı istifadə edir və yaxud da ki, bağırsaqların funksiyasını normallaşdırır. Ancaq düzgün qaydada qəbul etməsə, bu sağlamlıq üçün ciddi risk ola bilər. Çünki tutaq ki, biz əgər chia toxumunu qida kimi qəbul ediriksə, bu həftədə bir dəfə fərqli bir qida kimi ola bilər və nəzərə almaq lazımdır ki, chia'nın həmin o jelləşdirici maddələri var. Əgər biz chia toxumunun qəbul etdiyimiz gün yetəri qədər su qəbul etməsək, bu zaman nəinki bağırsaqların funksiyası, hətta qəbizlik və deyərdim ki, bağırsaq mikroflorasının tamamilə sıradan çıxması ilə üzləşə bilərlər. Eləcə də davamlı olaraq ondan istifadə etdikdə artıq həzm sistemində problemlər yaranır. Ona görə bilib-bilmədən bu kimi qida vərdişlərini özlərinə tətbiq etməsinlər və chia toxumunun yanında yadıma düşmüşkən kətan toxumunu da deyim. Kətan toxumunun tərkibindəki omega 3 yağları, omega 6 yağları var ki, o əzilməsə, sıxılmasa, yağ çəkilməsə siz ondan faydalana bilmərsiniz. Dadlandırıcı kimi üstünə 1-2 dənə fərqlilik olsun səpə bilərsiniz, amma bəzən görürəm də bir çay qaşığı və yaxud bir yemək qaşığı əlavə eləyin salata və yaxud da qatığa deyirlər ki, bu heç də yəni ondan gözlədiyiniz faydanı ala bilməyəcəksiniz. Ona görə elə normal qidalarla, normal miqdarda qida qəbulu ən sağlamı hesab olunur. Bəs Azərbaycanın əgər qidalanma vərdişinə baxsaq, Azərbaycanlıların qidalanma vərdişinə baxsaq, bizim ən çox yol verdiyimiz səhvlər hansılardır? Ümumiyyətlə Azərbaycan da bugün dinamik inkişaf prosesindədir. Dünyada da bir çox ölkələrdə belədir. Gündəlik iş, dərs rejimi deyərdim ki, insanlarda qidalanma vərdişinin pozulmasına gətirib çıxardır. Bu xüsusilə səhər saatlarında işləyən, səhər saatlarında təhsil alan insanlarda daha çox özünü göstərir. Çünki səhər erkən 7-də, 8-də evdən çıxırsa, təbii ki, o saatlarda qida qəbulu istəyi olmur. Və yaxud da özlərini məcbur edərək qida qəbul edirlər ki, bu da həmin qidanın həzm olmamasına gətirib çıxardır. Çünki o saatda mədə şirəsi ifraz olunmadığından qəbul olunan qidalar yalnızca mədədə ağırlıq yarada bilər və gəlirlər artıq qida qəbulu saatına hardasa 11-in yarısından sonra və bu zaman mənşəyi bəlli olmayan, paketlənmiş, rəf ömrü uzun olan hər hansı bir qida adı altında deyərdim ki, əl üstü tapdıqları yenə də bulkalar ola bilər və yaxud da mənşəyi bəlli olmayan yağlarda hazırlanmış hər hansı bir qida məhsulu ola bilər ki, bunu qəbul edirlər ki, bu zaman onlar artıq sağlamlığına böyük bir riskə atırlar. Həm onlara yetəri qədər gün ərzində lazım olan vitamin, minerallar çatmır. Eyni zamanda da bu qidaların əksəriyyəti yüksək karbohidrat və zərərli karbohidrat olduğuna görə tez bir zamanda qan şəkərini qaldırır və sonra da tez bir zamanda aşağı düşdüyündən həmin insanlar davamlı olaraq aclıq hiss edir. Və eyni zamanda da orqanizm o vitamin, mineralları almadığına görə İnsan həmin minerallara aclığını deyil, sadəcə doğrudan da bioloji aclığını hiss edir və daha çox qida qəbul edir ki, bu da piylənmə ilə və eyni zamanda da daxili orqanların funksiyasının zədələnməsi ilə nəticələnir və piylənmə bizim sadəcə gördüyümüz artıq çəki deyil. Bu eyni zamanda da daxili orqanların piylənməsidir ki, əvvəllər biz 50 yaşın üzərində gördüyümüz xəstəliklər var ki, bugün artıq çox erkən yaşda bu qarşımıza çıxır. Ona görə mütləq şəkildə mənşəyi bəlli olan qidalar və yaxud da bu insanlar özlərinin yanında həmin qida saatında qəbul edə biləcəkləri qidaları yanında götürsün. Ya bu ola bilər özlərinin hazırladığı sendviç ola bilər, bir ovuc yerli mövsümü və yaxud da yeni çərəzlərdən, quru meyvələrdən istifadə edə bilərlər. Sadə su qəbulunu vərdiş halına çevirməlidirlər ki, bunlar o zərərləri minimuma endirməyə çox kömək olur. Zaman maşınındasınız. Əziz dinləyicilərimiz, zaman maşınında səyahətimiz davam edir və fərq etməz biz hansı dövrdə səyahətdəyiksə, hansı dövrü yaşayırıqsa, qidalanma bizim təbii vərdişimizdir. Mövcud olmağımız üçün vacib olan məsələlərdən biridir və sağlam qidalanma xüsusilə aktualdır müasir dövrümüzdə. Çünki müasir dövrün insanı elə zamanın ritminə uyğunlaşmağa çalışır və bu ritmdə bizi bəzən adi qidalanma vərdişlərimizdən kənara sarpmağa vadar edir. Elə buna görə də bu gün sağlam qida mütəxəssisi, həmçinin ekofəal olan Məhsət xanım Hüseynova ilə bu barədə danışmaq qərarına gəldi. Məhsət xanım, səhər yeməyi barədə bir çox miflər var və alimlər deyirlər ki, iki yerə bölünür burada. Mütəxəssislər, alimlər deyirlər ki, səhər yeməyini mütləq belə tam enerji bəxş edəcək ərzaqlarla qəbul etmək lazımdır. Bəziləri deyir ki, səhər yeməyi o qədər də vacib deyil və bu daha çox, yəni naharda əgər biz sağlam qidalansaq və tez bazar yeməklərdən istifadə etməsək, bizim gündəlik balanslı qidalanma
qidalanmamızı yəni təmin edə bilər. Siz necə düşünürsüz? Səhər yeməyi vacibdirmi, yoxsa necə? Hər bir insan üçün fərqlidir və burada da səhər yeməyindən danışırıqsa bizim bir gün öncə yediklərimiz və hansı saatda yediklərimiz də çox önəmlidir. Əgər bir insan bir gün öncə hər hansı məclisdə, çünki biz sağlam qidalanmadan danışırıqsa da, amma tam olaraq bu qaydalara əməl edən çox az insan var. Ona görə əgər bir gün öncə gec saatlarda daha çox qida qəbul edibsə, ağır kalorili qida qəbul edibsə, həmin günün səhər yeməyini tamamilə etməyə bilər. Ancaq çalışan, işləyən insanlardırsa, xüsusilə də zehni qabiliyyətlə, əqli qabiliyyətlə məşğul olan insanlardırsa, bu insanlar az bir miqdarda, xüsusilə də zülal tərkibli mütləq olmalıdır səhər yeməyində, amma bol enerji dediyimiz bol miqdar demək deyil. Tutaq ki, dediyiniz kimi bir yumurta ola bilər, bir dilim pendir ola bilər, bir miqdarda çərəzlərdən ola bilər və mütləq hər qida qəbulunun yanında mövsümi tərəvəzlərdən, göyərtilərdən istifadə etmək önəmlidir. Bu həm qidanın yaxşı həzm olunmasına, parçalanmasına kömək olacaq, eyni zamanda da lifli qidalar həzm sisteminin daha yaxşı çalışmasına kömək olur. Və bu qidanı yenə də qəbul edərkən biz bu saata diqqət etməliyik. Səhər yeməyi bir çox insanlarda saat olaraq yanlış anlaşılır, amma mütləq şəkildə onun yarısı, ondan sonra az bir miqdarda da qidanın qəbulu vacibdir. Çünki əgər qida qəbul olunmayacaqsa, əgər artıq çəkisi yoxdursa, sağlam insandırsa, bu zaman artıq onda yorğunluq, aqressivlik, qan şəkərinin oynaması, ya aşağı düşməsi və yaxud yüksəlməsi, bəzən də hər insanın xroniki xəstəliyi varsa dəyişə bilər. Ona görə artıq bu aclıq ona fərqli təsir edə bilər. Amma az bir miqdarda lazımi qidanı qəbul etmək ona sadəcə enerji verə bilər ki, bu da vacibdir. Yenə də deyirəm, işləyən insan, çalışan insan enerji olaraq qidanı vaxtında qəbul etməlidir. Bəs çörək mütləq yeyilməlidirmi? Çörək yeyilməlidir və yaxşı olar ki, yenə də mən bəzən bir dilimi keçməmək şərti ilə deyirəm, amma bəzən hər insanın sümük kütləsi, əzələ kütləsi, fiziki aktivliyi eyni deyil və əgər doğrudan da artıq qəbul olunacaqsa, bu onun öz fiziki vəziyyətinə görə ola bilər. 2 dilimə artırılmış, bir dilim çörəyi qəbul edə bilərlər və çörəyin ən gözəl qəbul etmə vaxtı ilə səhər vaxtıdır, günün birinci yarısıdır. Çünki həmin vaxtda qəbul olunan çörək hələ ki çox çeynəyəcəksə, çünki çörək karbohidrat olduğuna görə ağızda amilaza fermenti ilə parçalanır. Çox çeynəlildikdə tamamilə həzm olunur. Və bu demək olar ki, heç də artıq çəki vermir və heç bir qida tək başına nə kökəltmir, nə arıqlatmır. Sadəcə miqdar və zaman önəmlidir. Məsələn, məsələn elə çörəkdən söz düşmüşkən, bəzi insanlar var deyirlər ki, mən çörək yeməsəm doymuram. Mütləq çörək yeməliyəm ki, doyum. Yəni nə bilim, xəmir xörəklərini belə çörəklə yeyirlər, makaronu çörəklə yeyirlər. Və burada da çörəklərdən çörəyə də fərq var da məncə. Məsələn, bir var ki, evdə bişirdiyimiz çörək, bir var mağazadan aldığımız çörəklər, bir var pəhriz çörəyi yazılan çörəklər, qara çörək var, nə bilim, çovdar unundan hazırlanan var, əla növ buğda unundan hazırlanan var. Çörəyin bir fərqi varmı, yoxsa elə karbohidratdır? Yəni üzərinə pəhriz yazılsın, çovdar unu yazılsın, nə bilim, qara çörək olsun. Heç bir fərqi yoxdur. Var fərqi. Tam buğda unundan hazırlanırsa, hələ ki toxumlarla zənginləşdirilirsə, bu zaman karbohidratın tərkibinə artıq B qrup vitaminlərlə bərabər digər elementlər də daxil olur ki, belə daha faydalıdır. Ancaq bir çox insanlarda yanlış yenə də miflər var ki, ağ çörək, qara çörək və yaxud da ki, yenə də pəhriz çörəyi, ağ çörəyin tutaq ki, kalorisi 100 kaloridirsə eyni miqdarda, qara çörəyinki 90-dır, 80-dir eyni miqdarda. Onun əgər nəmliyə alınırsa, bu zaman artıq biraz da o kalorini düşürmüş olurlar. Və nəmliyə alınırsa deyəndə ki, məsələn, o tosterdə qurudulmuş çörək daha faydalıdır, mən belə başa düşdüm ki. O daha faydalıdır. Üzrlüsən. Ancaq digər bir məqam isə bu səhər yeməyində həmin o karbohidratın qəbulu və yaxud da digər qidalarda bu ola bilər ki, digər paxlallardan da alına bilər. Yetər ki, o 150-200 qramı keçməmək şərti ilə qəbul olunsun. Və mütləq şəkildə dediyiniz xəmirlə çörəyi qəbul etmək, düyü ilə çörəyi qəbul etmək, bu sadəcə həzmi çətinləşdirir və doymuram da psixoloji amil olaraq qəbul olunur ki, sadəcə belə öyrəşib. Məsələn, mən özüm əvvəl çörəyi çox yeyirdim. Yəni dilimlərinin sayı çox olurdu, belə deyim. Daha sonra çörəyin dilimlərinin sayını azaltdım və fərqinə vardım ki, sən deməm məsələn qızarmış kartofla kotleti çörəksiz yemək mümkün imiş. Yəni əvvəl fikirləşirdim ki, necə ola bilər ki, məsələn bu yeməyi
çörəksiz, az miqdarda çörəklə yemək mümkün olsun. Amma mənim məqsədim arıqlamaq deyildi. Sadəcə məqsədim belə demək, qida vərdişimi bir balaca dəyişmək idi. Çünki yəni bizdə əksəriyyət belədir. Biz çörəyi yendirəm sevirik. Hətta siz dediniz düyünü, bəli, aşı belə çörəklə yeyənlər var. Yəni insanlara belə gəlir ki, bu da mən belə hesab edirəm ki, bilmirəm, insan psixologiyasına bağlı olan məsələdir. Mədəni alladırıq, beynimizə alladırıq ki, yəni biz çörəyi yeyəndə sanki gözümüz mü doyur ki, hə, doyduq. Yəni süfrədən artıq əl götürmək olar. Bu baxımdan Məsət xanım, Azərbaycan mətbəxini, ənənəvi Azərbaycan mətbəxini sağlam hesab etmək olar, yoxsa yəni necədir orada məsələn yağlı yeməklərin, şirniyyatın həddindən artıq çox olmasını necə siz qiymətləndirirsiniz? Ümumiyyətlə bu çörəklə bir faktoru qeyd etmək istərdim ki, keçmiş zamanlarda, xüsusilə müharibə dövründə, aclıq dövründə və yaxud da ki, elə bizim böyüklərimiz uşaqları böyüdərkən deyirlər çörəksiz yemə, çörəklə ye doy, bu kimi ifadələrlə deyərdim ki, psixoloji olaraq onların şüur altında elə formalaşıb ki, sanki çörək yeməsə doymayacaq. Amma qeyd etdiyimiz kimi çörəksiz də qidalardan zövq almaq və yaxud da ki, yenə də həmin karbohidratı başqa qida məhsulu ilə əvəz etmək olar. Ancaq biz digər məqama yaxınlaşsaq ki, hansı ki biz burada Azərbaycan mətbəxindən danışırıq. Bizim mətbəximiz çox zəngindir və çox gözəl tərtib olunub deyərdim ki, və hər bir qidanın hansı qida ilə birlikdə yeməyi də ona qədər və hansı qidanın yanında tutaq ki, nədən istifadə olunursa, ona qədər nəzərdə tutulub. Ancaq bəzən olur ki, bu demək olar ki, milli mətbəximizi təhrif edirlər, dəyişirlər və yaxud da yanlış artıq hazırlayırlar. Tutaq ki, yağlı bir qida dediyimiz, halbuki normal miqdarda yağ istifadə olunsa, o qida yağlı olmamalıdır. Və yaxud da ki, bir deyərdim ki, ağır kalorili hesab olunan yağlı ət məhsulunun yanında, ət xörəyinin yanında mütləq zoğal əzməsi və yaxud nar şərab təqdim olunur ki, bu onun həzmini asanlaşdırır və birlikdə artıq çox faydalı bir qidaya çevrilir. Və yaxud da yenə də bizim məsələn şah plovumuz var ki, o deyərdim ki, dünyada bir çox mətbəxlərə örnək olacaq bir nümunədir yemək olaraq. Eləcə də bəzən deyirlər ki, tutaq ki, dolmanı qəbul etməyin. Əgər dolma keyfiyyətli ətdən hazırlanıbsa, təzə üzüm yarpağından hazırlanıbsa və yaxud da mənşəyi bəlli olan üzüm yarpağından hazırlanıb, miqdarı keçməmək şərti ilə və üzərinə 1-2 qaşıqdan artıq olmadan qatıqdan istifadə olunursa, bu sadəcə həm dadı gözəlləşdirir, həm də həzmi asanlaşdırır. Ancaq bəzən ya qatığın miqdarını artıq edirlər və yaxud da mənşəyi bəlli olmayan, sanitar gigiyena qaydalarına uyğun olmayan hazırlanan yarpaqdan istifadə edirlər və yaxud da mədə problemi olan insan istifadə edir, deyir ki, mən bunu həzm edə bilmirəm. Bu zaman o milli mətbəximizə deyərdim ki, uyğun olmayan və bəzən də yenə də öz peşəkarı olmayan insanların dediyi məlumatlar yayılır ki, Azərbaycan mətbəxi çox ağırdır, yağlı karoli. Təbii ki, bu bizim bəli, qoyunun quyruğunu parça-parça kəsib o dolmanın üstünə qoyanda bəli, elə qoyanda elədir. Və yaxud da ki, əgər bu qidanı axşam qəbul eləyəcəklərsə və yaxud toy məclisində mətbəximiz zəngindir deyə bütün qidaları bir gündə yeyib bu qidalama vərdişini pozacaqlarsa, burada mətbəx neynəsin? İnsanın özü günahkardır. Və yaxud da digər bir məqam yenə də bizim yenə də xanımlarımızın əksəriyyətinin ən çox etdiyi səhv, alırlar kərə yağını, deyirlər mən ancaq kərə yağında bişirirəm. Yemək hazırlanmadan bir neçə dəqiqə o soğanı orada qovurur, yağ artıq neçə dərəcə istiliyə məruz qalır, tərkibindəki bütün doymamış yağlar trans yağa çevrilir. Bu şəkildə özü düzgün şəkildə bişirmədən o qidanın tərkibini pozur. Belə olan halda təbii ki, o zaman milli mətbəximizin nümunələrini məhv edirlər. Ona görə düzgün şəkildə hazırlansa, düzgün miqdarda hazırlansa və hər yeməyimizin öz fəsilinə uyğun qəbul olunsa, bunlar çox faydalıdır. Əksinə, onlar daha insanı sağlam, enerjili edir. Nəinki müasir qidalar, fast food qidalar, mənşəyi bəlli olmayan, bəzən ət kimi görünən, içində nə olduğu bəlli olmayan qidaları qəbul etmək. Bəli, 5-6 ədəd dolma ilə, yarpaq dolmasına da doymaq mümkündür. Heç kim sizə demir ki, oturun bir qazan yarpaq dolmasını yeyin. Sonra da deyin ki, yəni mədəmdə problem yarandı. Bəli. Sabah hava necə olacaq? İstəyirəm bu barədə dinləyicilərimizi məlumatlandırım. Daha sonra biz bu aralıqlı, məsafəli aclıq barədə mütəxəssisin fikirlərini eşidəcəyik. Bu da çünki son dövrlərin dəbidir demək olar. Hava haqqında məlumatı Deluxe Residence Elmlər layihəsinin sponsorluğu ilə dinləyirsiniz.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Bakıda gecə 20-23, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Sponsor məlumatı. Şəhərin mərkəzində yenilikçi memarlıqla inşa edilən Deluxe Residence Elmlər kompleksi mənzillər bitmədən 30 aylıq daxili kreditlə əldə etməyə tələsin. Telefon 050 259 62 62 www.deluxeresidence.az. Hava haqqında məlumatı Deluxe Residence Elmlər layihəsinin sponsorluğu ilə dinlədiniz. Zaman maşınında yola davam. Əziz dinləyicilərimiz, zaman maşınında sağlam qidalanma vərdişlərimizdən danışırıq və sağlam qidalanma mütəxəssisi Ekofeal Məhsəti xanım Hüseynova bugün mənimlə həmsöhbətdir. Gəldik, çıxdıq bu intermittent fasting deyilən məsələyə, yəni aralıqlı aclıq. Məsələn, bu Məhsəti xanım, mən belə başa düşürəm ki, bir gün ac qalmaq deməkdir və yaxud da məsələn səhər yeməyini qəbul etməyib, günorta nəsə bir yüngül atışdırmalıq qəbul edib, axşam yeməyini qəbul etməkdir. Amma burada da müəyyən nüanslar var da, mütləq toxunulmalı vacib olan. Məsələn, siz bütün gün ərzində heç nə yeməmisinizsə, axşam, yəni şam yeməyində oturub bir qonaqlığın yeməyini qəbul etməyiniz və mən bütün gün ac qalmışam deməyiniz yəqin ki, doğru olmaz, belə təxmin edirəm. Ümumiyyətlə nədir bu intermittent fastingin, bu aralıqlı ac qalmanın bir müsbət tərəfləri sübut olunubmu, yoxsa bu da bir mifdir? Ümumiyyətlə belə deyək ki, tutaq ki, qaraciyər piylənməsindən əziyyət çəkən insanlar var, müəyyən daxili orqanların xəstəliklərindən əziyyət çəkən insanlar var ki, bu insanlarda müalicə məqsədli aralıqlı orucdan istifadə etmək olar. Bu nədən qaynaqlanır? Çünki 14-15 saat ac qaldıqdan sonra artıq qaraciyər başlayır toksik maddələr təmizlədikdən sonra o əlavə yığılmış yağı yandırmağa və bunun üçün o uzun aclıq müddəti mütləq önəmlidir. Bu sadəcə bir misaldır, yəni qaraciyərdən danışıram. Digərlərində də yenə hər biri həmin o aclıq prosesindən sonra müəyyən funksiyaları yerinə yetirir ki, bunlar da orqanizmdə müalicə məqsədli istifadə olunarsa çox faydalı effektlər verir. Ancaq nəzərə almaq lazımdır ki, kimsə bunu özündə tətbiq edəcəksə, bunu öz sağlamlıq vəziyyətini araşdıraraq, peşəkarlardan, həkimlərdən dəstək alaraq etməlidir. Çünki bir çox hallarda bilmədikləri məqamlar var. Əgər aralıqlı oruc və yaxud da bu qidalanma vərdişinə üst tuturlarsa, mütləq şəkildə mədə-bağırsaq sistemi təmizlənməlidir öncədən. Yəni durduq, mən bugün artıq qərar verirəm ki, aralıqlı oruc tutacağam, bu qidalanma vərdişinə keçəcəm. Bu şəkildə qətiyyən olmaz. Çünki həmin gündə yenə də yeyilən qidalar və o mədə-bağırsaq sisteminin təmizliyi düzgün şəkildə aparılmasa, əksinə qanda müəyyən zəhərlənmələr, müəyyən problemlər yarana bilər ki, bu da sonra gerici dönüşü olmayan problemlərlə üzləşə bilərlər. Ancaq təbii ki, yenə də müalicə məqsədli, artıq çəkidən xilas olmaq üçün və bir çox xroniki xəstəliyi yoxdursa, əgər təbii ki, yenə təhlükəli xəstəliklər var ki, bunlara qətiyyən olmaz. O şəkildə bu vərdişdən və yaxud da bu aralıqlı orucdan istifadə edə bilərlər. Məsəd xan, bəs qida əlavələri və vitaminlər var. Mən məsələn özüm şəxsən vitamin kompleksləri qəbul edirəm. Bu da mifdir, qida əlavələri və vitaminlər. Yoxsa onların insan orqanizminə nəsə bir faydası var, yoxsa plasebo effektidir. Sadəcə biz vitamini qəbul edirik və bizə elə gəlir ki, nəsə yaxşılaşdı bizim orqanizmimizdə, amma belə deyil əslində. Çünki mən belə bir şey eşitmişəm ki, biz yer kürəsinin əhalisi olaraq uzun illərdir ki, yer kürəsinin biologiyasını, biomüxtəlifliyini məhv etməklə məşğuluq. Torpağın üst qatını mümkün qədər artıq istismar etmişik və buna görə də torpağın mikroorqanizmləri, mikroelementləri yetəri qədər azalıb. Buna görə də bax deyirik ya, əvvəlki kimi dadı yoxdur filan şeyin, əvvəlki keyfiyyətdə deyil. Bu elə bu torpağın üst qatının o mikroelementlərin azalması bizim onu istismar etməyimizlə bağlıdır. Və bu baxımdan əgər belədirsə həqiqətən bizim vitaminləri əlavə vitamin komplekslərindən, qida əlavələrindən qəbul etməyimiz nə dərəcədə doğrudur? Yoxsa ehtiyac yoxdur heç onlara?
Çox geniş bir mövzuya toxundunuz və istərdim buna elə təbiətlə və insan orqanizmi ilə başlayım ki, istər təbiət, istər insan orqanizmi elə quruluşa malikdir ki, o özünü bərpa edir və özünə yetəcək qədər əgər doğru şəkildə kənd təsərrüfatı qaydalarına uyğun şəkildə əkilib becərilsə, heç də torpağın münbitliyini öldürmərik. Torpağın münbitliyi nə zaman öldü? İnsan əli ilə ona axıdılan zərərli tullantılar, eyni zamanda da dədə-baba toxumlarından əl çəkib daha qısır toxumlar, növbəti GMO-lu toxumlar, hansı ki növbəti dəfə siz ondan məhsul ala bilmirsiniz. Bu toxumlar kimyəvi gübrələr, kimyəvi maddələr, zərərvericilərə qarşı istifadə olunan pestisidlər, herbisidlər, o qədər kimyəvilər istifadə olundu ki, torpaq buna görə məhv olur. Və eyni zamanda da bugün insanların qəbul etdiyi qidalar heç də qida dəyəri yüksək və yaxud da yetərincə vitamin, minerallarla zəngin olan qidalar deyil. Əgər belə olan halda biz nəzər salsaq tarixə, görəcəyik ki, elə bu qida əlavələri, vitamin topluları son dövrlərdə dəb halını aldı. Əvvəldən bizim bildiyimiz bir neçə vitaminlər var idi ki, tutaq ki, D vitaminidir, bəlli bir yaşda mütləq içilməli idi. Yayda hər kəs əgər yetəri qədər günəş şüaları altında vaxt keçirə bilirsə, dəniz məhsullarından tərkibində D tərkiblini qəbul edirsə, heç də yəni bir deyərdim 30 il əvvələ nəzər salsaq, hər kəs qida əlavəsi içmək məcburiyyətində deyildi. Ancaq qidaların tərkibi pozulduqdan sonra bu qida əlavələri qüvvəyə mindi. Niyə? Bu insanları yaşatmaq lazımdır. Onların gündəlik qəbul etdiyi qidalarda əgər o vitamin, mineral yoxdursa, mütləq əlavə dəstək almalıdır. Ancaq bu heç də onları qorxutmasın. Əgər doğrudan da keyfiyyətli, sağlam, mənşəyi bəlli olan qidaları qəbul edirlərsə, bu zaman onların vitamin, mineral dəyəri yetərincə olacaq. Burada elə mən özümü istəyərdim misal göstərim. 6 aydan bir, bəzən olur 8 aydan bir check-up müayinələrdən keçirəm və vitamin, mineral dəyərim ən ideal formada hansı, nə qədər ölçüdə olmalıdırsa o qədərdir. Burada mən qidalanmama borcluyam bunu. Çünki həmin o fast food qidalardan, rəf ömrü uzun olan qidalardan, qazlı rəngli içkilərdən demək olar ki, istifadə etmirəm və bəzən olur ki, təbii ki, biz də artıq şirniyyat olaraq və yaxud da hansı bir qidadan istifadə ediriksə, bu da az bir miqdarda mümkün qədər də mənşəyi bəlli olan və gündəlik çərəz mütləq qəbul edirəm. Yerli mövsümü meyvə tərəvəzlərdən mütləq istifadə edirəm. Demirəm ki, çox az miqdarda və bunlar yetərlidir ki, eləcə də günəş şüalarıdır və həftədə 2 dəfə qırmızı ət, 2 dəfə balıq əti, 2 dəfə toyuq əti qəbul edirəm və bəzən də olur ki, deyirlər ki, bizim o qədər məsələn maddi vəsaitimiz yoxdur. İnanın ki, elə o yediyiniz qida, ona istifadə etdiyiniz maddəni az bir miqdarda siz çox yeməli deyilsiniz. Bəli, fast food belə ucuzdur. Bəli, yəni ona görə həmin qidanın istifadə elədiyiniz pulu digərdən istifadə etsəniz, yəni mən də Azərbaycanda yaşayıram, buradakı qidalardan istifadə edirəm. Hələ heç bir qida əlavəsi və yaxud da hansı bir vitamin, mineral qəbul etməmişəm. Və deyərdim ki, ona görə bütün qidalanmanı doğru şəkildə qursalar ehtiyac yoxdur. Amma müəyyən bir vitaminin çatışmazlığı ciddi şəkildədirsə və yaxud da hansı qan azlığı, çatışmazlığı ciddidirsə, mütləq dəstək alıb, normaya gətirib, ondan sonra qidalanmanı tətbiq etsinlər. Tutaq ki, deyək, C vitamini çatmırsa, o C vitaminini gündəlik normanı almaq üçün bir vedrə və yaxud da 10 kilo portağal yeməli deyil. Və yaxud da yenə də dəmir elementi çatışmırsa, biz oturub kilolarla əti yeyərək onu qazana bilmərik. Burada mütləq həmin o əlavələr, dərmanlar, preparatlar kömək olmalıdır. Amma normaya gətirdikdən sonra artıq qida ilə saxlamaq olur. Nə yaxşı. Sevindim buna və bayaq ötəri toxunduğumuz bir məsələ var idi, qida intoleranslığı. Məsələn, görürük də biz indi bilmirəm bu marketoloqların fəndidir, yoxsa həqiqətən belədir. Məsələn, gluten free yazılan, yəni glutensiz qidalar, ekoloji təmiz qidalar, onlar əsasən yaşıl rəngdə olur. Bütün marketlərin rəflərindən belə bizə çağırır ki, mən ekoloji təmiz qidayam. Və yaxud da məsələn laktoza həssaslığı son vaxtlar, yəni çox adamdan eşidirəm ki, laktoza həssaslığı var. Çox maraqlıdır ki, bu qida problemləri, qida vərdişlərindəki bu axsamalar
illərlə yaranır? Yəni bizim səhv qida vərdişlərimizdən meydana gəlir, yoxsa insan artıq doğulur bu genetik xüsusiyyətdir ki, onda məsələn glutenə qarşı həssaslıq var, onun orqanizmi gluten qəbul edə bilmir. Yoxsa bu mifdir dietoloqların, nə bilim marketoloqların bizə sırmaq istədiyi mifdir? Siz necə düşünürsünüz? Ümumiyyətlə deyək ki, bu gün elə qidalanma vərdişi həm gənclərimizdə pozulmaqla yanaşı, eyni zamanda onlardan dünyaya gələn övladlarda da pozulur. Bir insan orqanizmi deyirik, biz nə yeyiriksə odur və xüsusilə də illərlə sağlamlıq dərəcəsi nə qədər olmaqdan başqa bir uşaq dünyaya gələcəksə, onun yarandıqdan hələ 70 gün öncə ata-ana nə qida qəbul edibsə, o uşağın sağlamlığına təsir edəcək əsas əlamətlərdən biridir. Digər bir məqam uşağın doğulduqdan sonra ana südü ilə yetərincə qidalanmaması bu kimi problemlərin ortaya çıxmasına gətirib çıxardır. Əgər bir insanda gluten həssaslığı yoxdursa, o rahatlıqla gluten tərkibli qidaları qəbul edə bilər. Yəni mən sağlam qidalanıram deyib, gluten həssaslığım olmadığı halda glutensiz qidanı niyə qəbul edim? Amma yenə də miqdar önəmlidir. Əgər artıq miqdarda qəbul edəcəksə, həssaslığı olmayan insana da zərər vuracaq ki, burada da birinci növbədə həmin o glutenin yapışqanlı hissəsinin bağırsaq mikroflorasına verdiyi zərərdir. Çünki biz hər dəfə bağırsaqları vurğulamaqda əsas məqsədimiz odur ki, bizim bütün sağlamlığımız, immun sistemimiz, hətta ikinci beyin adlandırdığımız bağırsaqlardır. Onların funksiyası düzgün olmasa, zamanla digər orqanlarda sıradan çıxır. Ona görə burada bu glutenda ona diqqət etməliyik. Digər bir məqam laktoz həssaslığı. Ümumiyyətlə, böyük insanlarda süd əvəzinə süd məhsullarından istifadə etsələr daha faydalıdır. Əgər xüsusi bir laktoz həssaslığı varsa, onda bunu belə götürək ki, tutaq ki, 2-3 yaşdan sonra südü parçalamaq üçün bizdə fermentlər ifraz olunmur. Amma süd məhsulları fermentləşmiş olduğuna görə onu daha asan həzm edirik. Ancaq nəzərə alaq ki, biz bunu danışırıqsa, bu təbii inəkdən sağılan süddür ki, və yaxud da digər heyvan mənşəli süddür, bundan danışırıq. Ancaq satışda olan südlər artıq müəyyən pasteurizasiya üsulu keçir, emal prosesi keçir ki, orada da artıq deyərdim ki, həmin o elementlər heç sağ şəkildə deyil, bunlar artıq bişirilmiş, emal olunmuş məhsullardır. Amma inəkdən sağılan südü birbaşa içmək olar mı? O artıq laktoz həssaslığı olan insanlarda ciddi problemə səbəb ola bilər. Başqa xəstəliklər də ola bilər də, məsələn, təbii ki, baytar və nəzarətindən keçməyən heyvanın tüküdürsə, burada artıq salmonelladır, bruselozdur, bir çox xəstəliklər. Ona görə yəni hələ bizim bu danışdığımız keyfiyyətli mənşəyi bəlli olan məhsullardan gedir. Ancaq digər fəsadlar var ki, o ümumiyyətlə ət məhsulunda da belədir. Hətta sanitar gigiyena qaydalarına əməl olunmadan həmin məhsula əl vuraraq digər məhsula əl vurursa, çarpaz çirklənməyə səbəb olaraq da tutaq ki, südü içməsə belə, o südlə təmasda olan başqa bir qidanı hazırlayıbsa, o zaman da həmin problemlərlə üzləşə bilər. Ona görə mütləq ümumiyyətlə qidalanmada özünün orqanizmini tanımalıdır. Hansı qidaya qarşı həssaslığı var bilməlidir. Hansı elementlə qarşı allergiyası var bilməlidir. Çünki bir çox hallarda insanlar səyahətdə daha çox zəhərlənmədən və yaxud da həzm sisteminin pozulmasından şikayətlənir. Bu heç də həmin qidaların pis olduğu mənasına gəlmir. Sadəcə olaraq bəzən orqanizm oradakı maddələri tanımır və yaxud da ola bilər ki, miqdarı aşır və yaxud da hansı qida ilə birlikdə qəbul edəcək bunları bilmir. Hava şəraitinə uyğun şəkildə saxlanılmayıbsa bu zaman qaydanı poza bilər. Hətta ən geniş yayılan bir söz var da, deyirlər suyu dəyişdim. Yəni bizim burada içməyə adət etdiyimiz su var və gedib başqa ölkədə hətta nə bilim plastik butulkada satılan suyu belə alıb içəndə o doğrudan da bizim orqanizmimiz tərəfindən sanki onu yad bir element kimi qəbul edir. Çünki hər suyun içində eyni minerallar yoxdur və illərlə o mineralı tanımayan bir orqanizm üçün həmin mineral yad bir maddə olaraq qəbul olunur ki, ona da yenə həssaslığı varsa, məsələn mən öz orqanizmimdə bilirəm nələrə allergiyam var. Ona görə birmənalı şəkildə həmin qidaları və yaxud da qarışıq qidaların içində o varsa, hətta yanında bişibsə, onu nə sifariş eləyirəm, nə də yeyirəm. Ona görə mütləq bilmək lazımdır. Öz orqanizmimizi tanımadan onu qoruya bilmərik. Ümumiyyətlə qidalanmanın özü bir mədəniyyətdir məncə və hər bir adam da bu baxımdan bütün etiket qaydalarına sözün əsl mənasında riayət etməlidir. Məsələn, xanım, siz həm də ekofəalsınız. Mən istəyirəm ki, bu barədəki, bu sahədəki fəaliyyətinizdən də bir qədər danışaq. Niyə ekofəal olmağa qərar verdiniz və ekofəal kimi hansı istiqamətlərdə fəaliyyət göstərirsiniz? Bu barədə danışın. Təşəkkür edirəm. Sağlam qidalanma mütəxəssisi olaraq, qida təhlükəsizliyi hərəkatının rəhbəri olaraq fəaliyyət göstərirəm. Ancaq nəzərə almalıyıq ki, insan kompleks varlıqdır. Sadəcə qida ilə o sağlamlığını qoruya bilməz. Eyni zamanda ətraf mühit.
ekologiya sağlamlıqda ən önəmli rol oynayır. Bununla yanaşı təbii ki, sağlam həyat tərzi, yuxu rejimi, ətrafındakı insanlar, stres faktoru da önəmlidir. Amma ekologiya deyərdim ki, ən yaralı yerimizdir. Hətta elə uşaqlıqdan mən ekologiya ilə bağlı bir çox layihələr həyata keçirmişəm. Hətta bu günə qədər də davam edir. Burada əsas məqsəd insanlar arasında ana təbiəti sevməyə, ağacları, biomüxtəlifliyi sevməyə, onları bu yolda daha çox duyarlı, həssas davranmağa maarifləndirməkdən ibarətdir. Və bundan keçən il Azərbaycanda COP29-dan başqa 3 COP tədbirində iştirak eləmişəm və deyərdim ki, bu COP tədbirlərində iştirak etmək də sırf mənim ekofəaliyyətimlə bağlı idi ki, burada şirin su ehtiyatlarımızın olmaması, onlara qarşı həssas davranmaqla bağlı bir çox layihələr keçirmişdik ki, həqiqətən bəzən səhər adi üzünü yuyanda insanlar o suyu düzgün istifadə etmirlər. Bəzən o 2-3 dəqiqə diş fırçalayan zaman axan gedən su qədər nə qədər biz su israfına yol vermiş oluruq ki, biz ona görə məktəb yaşından başlayaraq hətta universitet gənclərinə də birlikdə bu tədbirləri keçiririk. Bundan yanaşı bizim çox gözəl təbiətimiz var. 9 iqlim qurşağı Azərbaycanda yerləşir və bəzən olur ki, coğrafiya dərsliklərində bunlar çox gözəl qeyd olunsa da, müasir dövrdə biraz tənbəllik artdığından yeniyetmələrimiz, gənclərimiz oxumağa az meyillidirlər ki, etiraf edək. Biz onlara ekoturlar təşkil edərək bizim milli parklarımıza səfərlər təşkil edirik. Milli parkları yerində, orada onların biomüxtəlifliyi ilə tanış edirik və yaxud da ki, həmin yerdə milli parkın rəhbərliyi tərəfindən oranın nə özəlliyi var, endemik bitkiləri ilə bağlı, heyvanları ilə bağlı məlumat verirlər. Elementar bir misal deyəcəm ki, tutaq ki, hər hansı bir məktəbliyə Şirvan Milli Parkı haqqında sual verdikdə ilk olaraq onun ağlına gəlmir orada nə var. Amma bizim artıq o hərəkatımızın üzv gənclərinə desək, deyəcək orada çox gözəl ceyranlar var. Çünki biz artıq o ceyranları canlı şəkildə müşahidə elədik. Eləcə də Samur Yalama Milli Parkından danışmaq istəyərəm ki, Azərbaycan üçün çox fərqli milli parklardandır ki, meşədən girib dənizə qədər məsələn yolu var ki, biz onu birlikdə gənclərlə təşkil etdik və ilin müxtəlif fəsillərində bunu edərək yerində bu maarifləndirmə işlərini həyata keçiririk. Digər bir maraqlı tədbir və təcrübəmi də istərdim bölüşəm ki, hansı ki, bugün artıq ekologiya, iqlim dəyişikliyi nə qədər çox danışılsa da, mütləq şəkildə bunu hər yaşdan və hamımız, bəzən problem böyük görünür, deyir, mən ona heç nə eləyə bilmərəm, amma hər birimizin atdığı kiçik bir addım təbiətimizə töhvədir və COP28-də bir maraqlı deyərdim təcrübə ilə rastlaşdım. 7-ci sinif şagirdləri yeyilə bilən stəkanlar hazırlamışdılar ki, hansı ki isti içkini onda təqdim edirdilər. Bu stəkanın da qida məhsulları dondurmanın vaflisinə bənzər şəkildə isti içkini içdikdən sonra həmin stəkanlarda piçenya kimi yeyilir və beləcə tullantısız bir istehsalın təməlini atmış oldular. Və artıq bunları biz digər təbii ki olduğumuz tədbirlərdə çatdırdıq. Dünyanın inkişaf etmiş ölkələrində artıq bu kofe shoplarda tətbiq olunur. Azərbaycanda bir neçə yerdə tətbiq olunmağa başladı və bu təcrübə deyərdim ki, bir çox məktəbliləri daha da həvəsləndirdi. Onlar artıq beyinlərini işlətməyə başlayıblar. Bir çoxları hətta deyərdim Teknofestdə də Azinin Neft Sənaye Universitetinin tələbələri bir çox qida tullantılarından polietilen paketə bənzər paketlər hazırlayıblar. Yəni bu şəkildə təcrübə praktik yolla birlikdə edirik ki, bu da deyərdim ki, həm onların öyrənməsinə, bilik bacarıqlarının artırılması ilə yanaşı, həm də ana təbiətimizin qorunmasına atılan... Və üstəlik hədəf kütlənizi də çox yaxşı seçmişsiniz, yeniyetmələr və gənclər. Çünki gələcək onların əlindədir. Mütləq. Və yer kürəsinin gələcəyi, yer kürəsinin ekologiyasına daha duyarlı olmaq, daha həssas yanaşmaq da onların öhdəsinə düşür. Belə deyim də, bizdən əvvəlki nəsillər yer kürəsini nə qədər mümkünsə o qədər də istismar ediblər. Bəli. Və indi gənc nəslin üzərinə məhz bu əlimizdə olan təbii resursları qoruyub saxlamaq üçün. Çünki başqa bir planet yoxdur. Doğru. Yəni bu planeti qorumalıyıq. Məsət xanım, mən sizə təşəkkürümü bildirəm. Çox maraqlı həmsöhbətsiz və istənilən fəaliyyətinizdə həm ekofəal kimi fəaliyyətinizdə sizə uğurlar arzu edirəm, həm də sağlam qidalanma mütəxəssisi kimi arzu edirəm ki, elə bu sağlam qidalanma vərdişləri həm sizə, həm də ətrafınızdakı insanlara
insanlara yaxşı bir mesaj, yaşıl bir mesaj olsun sizin tərəfinizdən. Təşəkkür bildirirəm Çox sizə. sağ olun. Mən təşəkkür edirəm. Minnətdaram. Əziz dinləyicilərimiz, bu gün zaman maşınında yeri gəlmişkən bizim ənənəvi sualımız var Məsəd xanım. Zaman maşını ixtira olunsaydı hansı dövrə səyahəti seçərdiniz? Keçmişə, indiki zamanda qalardınız yoxsa gələcəyə gedərdiniz? Mən anı yaşamağı daha çox sevdiyim üçün və hər bir zamanın öz dövründə gözəl olduğuna görə elə indiki dövrü seçərdim. Adətən indiki mövqelərindən razı olan adamlar bu cavabı verirlər deyim sizə bir sirr açım. Təşəkkür edirəm sizə Sağ bir də. Əziz dinləyicilərimiz, sağlam qidalanma mütəxəssisi və ekofəal Məsəd xanım Hüseynova bu gün zaman maşınında mənimlə həmsöhbət idi. Sabah eyni vaxtda yenidən eşidilmək ümidi ilə özünüzə və planetə yaxşı baxın.